Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, biz Bakı şəhərinin bu günlərin gözəl rayonlarından biri olan Ağsu rayonundayıq. Gözəl balamızı sizlərə təqdim eləmək istəyirik. Adın soyadın nədir gözəl? Sədəf Abdurrəhmanov. Sədəf Abdurrəhmanova, çox gözəl. Böyüyəndə inşallah hansı peşəyə sahib olmaq istəyirsən? Dizayner olmaq istəyirəm. Hansı məktəbin şagirdsən? Ağsu rayon Bünəməli lisey məktəbi. Çox gözəl, sənə uğurlar dilərim. Məktəbdən çox sevdiyin müəllimlər hansılardır? Hamısını çox Bütün müəllimlərə biz öz adımızdan dərin təşəkkür bildiririk, minnətdarlığımızı bildiririk. Gözəl balalarımız sizin qardaşınız və bacınızdır. Sənin adın nədir gözəl bala? Mələyət. Sən neçə sinifdə oxuyursan? 11-ci sinif. Ay maşallah. İnşallah hansı universitetə gedəcəksən? Bakı Dövlət Universiteti. İnşallah arzu edirsən, daimi məktəbə qəbul olasan və inşallah gözəl çəkilişə gələk sənin üçün də. İnşallah uğurların bol olsun. Sənin adın, soyadın? Cahangir Abdurrahmanov. Çox gözəl. Sən hansı peşəyə sahib olmaq istəyirsən? Riyaziyyat müəllimi. Ay maşallah. İnşallah arzu edib bu kadrlara bir 10 ildən 20 ildən sonra baxanda hansısa müxtəlif peşələrin sahibi olasınız. Sizə uğurlar dilərik, nailiyyətlər dilərik. Çağdaş təhsil komandası olaraq sizi kimi biz şagirdlərlə fəxr edirik, qürur duyuruq. Və bugün 2026-cı il 3 yanvar tarixidir. Bizə nə söz verirsən gözəl balamız? Ən yüksək balla ali məktəbə qəbul olmağa söz verirsənmi? Bəli. Biz də sənə söz veririk, sənin uğurla nailiyyətlərini işlandıracağıq. Qardaşınıza, bacınıza nə arzuluyorsunuz? Nə deyə bilərsiniz? Uğurlu, bütün. Gözəl günlər. Bəli. Ali məktəbi qəbul olsun. Biz də hər üçünüzlə arzu edirik ki, hər üçünüz atanızın, ananızın inşallah başını uzu eləyəsiniz. Təkcə atanızın, ananızın deyil, həm də Ağsu rayonunun, həm də Azərbaycanımızın fəxri olasınız inşallah. Mən Vüsal Kəlbəcərli Çağdaş Təhsil Komandasının rəhbəri və bizim illərin jurnalisti Bölgə Müxbir Rəvanə xanım da bugün gözəl çəkilişə gəlmişik. Sizə uğurlar diləyirik. Nailiyyətlər diləyirik. Çox sağ olun. Təşəkkür ederim.